Yaddaş sarayı nədir? Bu fəza elementi olan istənilən yerdir. Bax, bu studiya, arxada gördüyün bütün elementlər, sənin evin, evindəki kreslolar və s. hamısının cəmi yaddaş sarayıdır. Burada ikinci termindən istifadə etmək lazımdır. Lokasiya, yəni konkret yer. Bax, əgər bu studiya mənim yaddaş sarayımdırsa, bu stol lokasiyadır, yəni bir yerdir, elementdir. Aydındır. Və ya arxadakı işıq bir elementdir. Əgər sənin evin bir yaddaş sarayıdırsa, orada divan, əlüzyan, toster, kondisioner, bunlar lokasiyalardır, yerlərdir. Biz buna lokay deyə bilərik. Yunan dilində bunun adı lokay gedir. Şərti olaraq biz lokasiya sözünü işlədək. Yeri gəlmişkən, yaddaş sarayları həm real ola bilər, həm də qeyri-real. Məsələn, bu studiya realdır, sənin evin realdır, teatr və s. hamısı realdır, düzdür? Və ya küçə, deyək ki, məşhur Targov küçəsini sən böyük saray kimi istifadə edə bilərsən. Mən yarışlarda şəxsən Targov sarayında minlərlə rəqəmi yadda saxlayıram.